Bu il artıq pensiyaların məbləği nominal orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq, yəni keçən il orta aylıq əmək haqqı nə qədər artıbsa, əvvəlki ilə münasibətdə həmin artıma uyğun da pensiyalar artmışdı. Həmin 200 manat artım, maddi yardım verilərkən, bildiyiniz kimi həmin dövrdə inflyasiya daha çox olmuşdu və orta aylıq əmək haqqı az artmışdı. Yəni o inflyasiyanı qarşılamaq üçün həmin dövrdə 3,4% pensiyaların məbləği indeksləşdirilmişdi. Ancaq inflyasiya 13,9% təşkil edirdi. Ona görə bu aradakı fərqi aradan qaldırmaq üçün pensiyasılara həmin il maddi yardım tətbiq olundu. Bu maddi yardım da bir qeyd etdiyiniz kimi rüblərə bölünərək onlara ödənildi. Növbəti ildə isə bu onlara verilən həmin bu maddi yardım aylara bölünərək, yəni bir aya düşən məbləğ nə qədərdirsə, həmin məbləğ onların 2023-cü ildə pensiyalarının tərkibinə daxil edilir. Yəni pensiyalarına əlavə olundu və sonrakı illərdə də bu indeksləşdirilərək davam etdirilir. Hələ ki, belə bir təkrarən belə bir yardımın bir də verilməsi hələ ki konvensiyada nəzərdə tutulmayıb.